İyunun 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyunun 7-si saat 10:00 olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı Oğuzda 59, Qəbələdə 42, Şamaxıda 37, Qaxda 35, Şəkidə 24, Zaqatala və Balakəndə 13, Tərtər, Quba və Qobustanda 12, Bakıda və Abşeron yarımadasında 11, Şaxdağda 10, İsmayıllıq, Xınalıq, Ordubad, Mingəçevir, Zərdab, Zəngilan, Qusar, Şahbuz, Beyləqan, Sabirabad, Göyçay, Altıağac, Göygöl, Kürdəmir, Xaltan, Naftalan, Lerik, Şirvan, Beyləqan, Şabran, Yevlax, Füzuli, Kəlbəcər, Goranboy, Gədəbəy, Neftçala, Tovuz, Şəmkir, Daşkəsən, Gəncə, Ağdam, Yardımlı və Culfada 1,9 mm-dək olub. Şaxdağda isə qar yağıb. İyunun 7-si saat 00:55 radələrində Qazaxda diametri 15 mm olan dolu düşüb. Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti iyunun 7-si axşam əksər rayonlarda tədricən kəsiləcək. İyunun 8-də hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25, Naxçıvan Muxtar Respublikasında 31, Aran rayonlarında 33, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti qeydə alınıb.